Sumqayıt Tibb Mərkəzi görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib. Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. Hacı Zeynalabdin qəsəbəsində keçirilən aksiyada Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli şəhər xəstəxanasının oftalmoloqları və endokrinoloqu yerli sakinləri müayinə ediblər. Bugün 15 aprel Tibb Elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım Əliyeva 1923-cü ildə 28 aprel Naxçıvan Muxtar Respublikasında Şərur rayonunda alim, elm adamı Əziz Əliyevin ailəsində doğulmuşdur. Azərbaycan Tibb Universitetini və Moskvada təhsil almış Zərifə xanım Əliyeva oftalmologiyanın az öyrənilən və çətin xəstəliklərinin müalicə və profilaktikasında böyük rol oynamışdır. Gözün zədələyən, hətta korluğa səbəb olan travma xəstəliyinin müalicəsində böyük işlər aparmış və bu xəstəliyin kökdən kəsilməsində böyük əmək sərf etmişdir. Zərifə xanım Əliyevanın yaratdığı elmi tədqiqat laboratoriyası oftalmologiyanın əsasını qoymuşdur. SSR dövrünün ən böyük mükafatı olan Tibb Elmlər Akademiyasının Aberbaq mükafatını alan Zərifə xanım Əliyeva bu mükafata olan ilk qadınlardan olmuşdur. Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsində misilsiz xidmətləri olmuşdur ki, xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Aparılan müayinədən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb, əməliyyata ehtiyacı olanlar aidiyyatı tibb müəssisələrinə yönləndirilib. Çox sağ olsunlar ki, belə bir aksiyanı təşkil ediblər. Biz bu aksiyada rahatçılıqla gözümüzü yoxlatdırırıq və bu işdən çox razıyıq. Çox gözəl təşkil olunubdur. Adamları qəşəng qəbul edirlər. Çox səliqəli şəkildə yoxlayırlar, baxırlar. Çox sağ olsunlar. Təşəkkür edirəm. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.